Beşinci nə idi? Bunlar deyirdilər ki, onların zehniyyətini deyirəmizsə. Deyirlər ki, bizim təqdirimiz belədir. Və qalov şa'ər-rəhman ma əbədnahum. Bizi Allah belə istəyib, ona görə bütpərəstik. Allah istəmişik, biz belə olmazdıq. Hərdən bunu demirlər? Mənki belə gətirir. Mənə belə yaradıb Allah. Allah sənə belə yaratmamışdı. Sən özü bu günlərə qoydun. Yaxşı. 100 dənə yaxşının içindən bir dənə pisi tapdın, oturdun o yanında. Yox idi yaxşılar. Tapdın o axır bir nəfər. Ürəyi istəyənəni tapdın. Sonra desən, o elədi. O yox, sən elədin. Bəsdi qınadın onu bunu. Özün elədin, özün. Onun da əli var, bildim. Allah da ondan bilsin. Ümumiyyətlə, bu təfəkkür bulan zehniyyəti idi. Bizə Allah bey, hətta əməllərinə təsir eləmişlər. Deyirdilər, Allahın yolunda pul verin, ayə baxın, İzə qilə ləhum ənfiqu mimmə rızəqəkumullah, qaləl-ləzinə kəfəru, lilləzinə amənu, ənut'imu mən ləv yəşəullah ətəmə. Niyə biz xəricləməliyik ki? Lazım olsa Allah özü verərdi o kasıba. Verməyib, elə o kasıb görmək istəyir. Mənə qalıb o kasımın əlindən tutun. Bu etiqadları var imiş, Quran deyir. Bu 5.